Şeyx İbn Baz haqqında deyirlər ki, qardaşa danışmışdım keçən dəfə. Şeyx İbn Baz müasir alimdir. 25 il bundan qabaq dünyasını dəyişib təxminən. Aşağı yuxarı. Müasir alimdir də. Kör. 10 neçə yaşlarında gözü tutulur. Ölənə qədər kör olur. Abid, zahid. Şeyx İbn Baz. Rahiməhullah. Onun haqqında deyirlər ki, onun dili, ağız yoxdur, dil. Dili deyir, elə bir hala gəlib çatmışdı ki, dilini saxlaya bilmirdi. Adət halı almışdı, dil dayanmır. Dilini tutub saxlayırdı, saxlamaq istəyəndə. Bildiyimiz tutub saxlayırdı. Dil, Allah'a zikr etməkdə adət halını alıb və zikirsiz qala bilmir, saxlaya bilmir özünü. Bu, şişirdilmiş formada deyil İbrahim. Yəni, bildiyimiz reallıq, insan dilini saxlaya bilmir zikirsiz. Adət halı alıb. O, bəzən olur insan, neysə bir, nə deyirlər, priviska deyirlər ona, bir əlini saxlaya bilmir, tərpədir. Başını, məsələn, əstirir. Saxlaya bilmir də, öyrəşib, nəsə eləyir, saxlaya bilmir. Həmişə eləyir. Öyrəşib, saxlayamır onu. Onsuz alınmır. Bunun, həmin o şey, dilində olmuşdu. Dilini saxlaya bilmir. Biri gəlir, sual verir. Bu zikir eləyir axı. Deyir, bəs sualı yenidən ver. Yenidən verir sual verən. Yenə zikir eləyir axı. Onun sualını başa düşməlisən ki, cavab verəsən. Üçüncü dəfə deyir, sual yenidən görür ki, artıq ayıb axı. Və cəmaata belə yeri yoxdur. Məcbur neyinir? Əbası yoxdur əynində. Salır ağzına, dişi ilə sıxır. Sıxır ki, diyanın. Yəni, bu saxlaya bilmir, İbrahim, subhanallah. Bu, yəni, mən sənə danışmıram, sahabə eləyib bunu, sənə danışmıram bunu. Tabinlərdən olsa tərcübələnməzdik də, deyərdik, tabiin də övliyadır, sahabə görmüş adamdır, yaxud Peyğəmbər sallallahu aleyhi və səlləm görmüş adamdır. 25 il bundan qabaq yaşayıb şeyx. Videolar var YouTube'da. Dişinlə sıxır, saxlayır, sualı eşidir, sonra buraxır, cavab verir, yenə zikir. Bunu eşidənlərdən biri, bu Şeyx İbn Baz haqqında bunu eşidib, deyir, mən inanmadım, deyir. Yəni, daxilimdə bunu inana bilmirəm də, yəni, belə insan olur. Deyir, bir dəfə deyir, gəldim, deyir, yemək yiyəndə, məclisdə. Yemək yiyəndə, oturdum Şeyx İbn Bazla üzbəüz. Bilə-bilə. Görün, bu yemək yiyəndə neyinir bəs? Maraqlıdır da, yemək yiyəndə neyinir ki bu? Hə, budursa adam. Deyir ki, o yemək yiyəndə bir loxma yiyirsən, sonra ikinci loxmada belə yemirsən. Deyir, bir loxma ilə ikinci loxmasının arasında 7 dəfə Subhanallah dedi. 7 dəfə özüm saydım, deyir.